Eradan əvvəl 3-cü minilliyə aid Samsunda gəzdiyim ən möhtəşəm yerlərdən ikincisi. Bir vaxtlar kişi kölələri saxlayan və həmçinin nəhəng ölçülərə malik olan Amazon qadınlarının burada yaşadığı bildirilir. Samsunun Amazon kəndinin mərkəzində yerləşən Amazon qadınına həsr olunan nəhəng heykəlin hündürlüyü 12,5 metrdir. Hazırda sir heykəllərinə giriş qapalı olsa da, onlar da muzey kimi fəaliyyət göstərib bir vaxtlar. Kəndin dərinliyində isə muzey var və bu muzeydə əsir kölə kişilər və bununla belə qadınların maketləri sərgilənməkdədir. Amazon qadınların burada yaşadığını əks etdirən həqiqi tarixi izlər də qalıb. Bunları da muzeyə girdiyiniz zaman görə bilirsiniz. Samsun şəhəri Qərbi və Şərqi Avropanın mədəniyyət qovşağı olduğu üçün burada gəziləcək yerlər bitmir və həqiqətən də möhtəşəm yerlərdir. Növbəti videoları qaçırmayın. Daha maraqlı yerləri gəzərək sizə təqdim edəcəm. Fikirlərinizi şərh bölməsində bildirməyi unutmayın.